Bərtəb təzə bir Minecraft videosu ilə qarşınızdayım. O bir saat orada qaldığımız yerdən davam edirik. Neçə vaxtdır ki gəlmir hardcore serimiz və artıq dostlar bu günləri eləyənmədiyimiz şeyləri bu bölümdə eləyirik. Birincisi evimizin ikinci mərtəbəsini çıxacaq. Sonra isə biraz şəkəzat qoyacaq belə evin çölünü zadını görmək üçün. Sonra köprü eləyəcəkdik. Köprüyü də eləyəcəm baxın burada. Belə o birisi o meşəliyə gedən köprüyü. Sonra isə tarla eləyəcəm. Bir də inek çiftliğinin zadında o birisi bölümdə eləyərik. Nəysə bir də ki təzə avatarım nətər olubdu. Məncə qəşəng oldu. Superman avatarıdır. Hətta koftanın özünü də göstərim. Bir dəqiqə. Dostlar, belə çıxartım hamısını. Baxın. Belədir. Məncə qəşəng avatarım var. Şimdi xoşunuza gəlmişdir. Onda videomuza keçək. Dostlar, indi evimdə girdim. Ən birinci biz bir yatağa. Ən birinci hansından başlayacağımızı deyirsinizsə, ən birinci köprüdən başlayacağım, amma ətrafdakı moblara baxım görüm. Atı elə bildim zombi. Nəysə onlar orada yana dayansınlar. Tüccar gəlibdi. Selamun aleykum. Creeper gəlir. Gəl Creeper, gəl. Gəl partla. İstədiyin kimi partla. Eybi yox. Tüccar, nə qaçırsan? Gəl takas eləyək. Bax, görək nə satırsan. Bu nədir? Qırılmazlıq 1, verimlilik 2. Bizim neçə dənə zümrütümüz var? Bizim heç zümrütümüz yoxdur. Səni itirməyək. Zümrüt tapanda neçə zümrütə verirsən deyirdin? 8 zümrütə. 8 zümrüt tapan kimi gəlib səndən takas idi. 6 setli zombi. Kaskanı çıxarsan qəşəng olar. Kaskam heç yoxumdur. Büyülü şeyləri var ha. Nədir? Qırılmazlıq 2. Nəysə evimizdə qalsın. Dəmir chestplate'imiz qırılsa bunu geyinərik. Bir də envanterimdə çox əşya var. Bunların hamısını qoyaq. İndi nə qədər veş gərəksiz var ki. Bir dənəsini alım heç olmasa evimə. Sizə bəzək olaraq qoyaram. Yox, daş lazım olacaq. Daş lazım olacaq köprü eləyəndə. Almayı da qoyaq. Bu bura. Yəni də yedək alaq. Vəsiyo. Azıq biz yox. Aç deyilmişiz. Bir də dışarı qoyaq. Bu kürsünü bəzək olaraq bura qoyaq. Nəysə indi biz nəsə yox da. İndi ən birinci hansından başlayaq? Onda gedək kürəyimizi götürək. Niyə qoyduysansa da heç yadımdan çıxdı evimizə baxıyorum. Nəysə, elə olar arada bir şeylər. İndi qumları qazaq. Ən birinci gəlin. Ən birinci evimizə pəncərələri qoyaq məncə. Əslində demişdim ki köprü eləyək. Amma pəncərələr pişə dayansın qumlar zadlar. Elə daha çox rahat olar. Yəni işimizi 2 qatı daha çox asanlaşdırmaq olar. Asanlaşdırmış olarıq onda. İndi ikinci mərtəbəyə çıxacağımız üçün bu qədər qum topladım. Amma məncə bu qədəri bizə çox bəs edər. Bəs bizim odunumuz var. Yox imiş. Bəlkə sandıqda olmaz deyə yenə də gedim yığım nə olar nə olmaz deyə.
Hər ehtimala qarşı. Hadi bu meşəlik də çox qəşəngdir axı dostlar. İndi mən buraları qırsam qəşəngliyi pis gedəcək axı. Onda gəlin belə eləyək. Biraz arxalardan qıraq onda ki, qəşəngliyi hələ də getməsin, qəşəng yansın buralar. Fidanları, düşən fidanları da götürək, çəkək. Süper olar onda biraz. Buraya dostlar mən qəşəng meşəlik eləmək istəyirəm. Burası qəşəngdir çünki. Aksiyonluq. Aksiyonluq. Hop. Yox. Nə olar? Yox. Oğlum 2 dənə var. 2 dənə var ha üzdə. Yox. Yox. Bir. Yox. Lan. Hayır. Hayır. Ne olardı? Yarım qəlbim qalacaq. Hayda. Şükür Allaha. Mən niyə elə bir təhlükəyə girdim? Canımı rejenliyim. İndi bunlar mənə təzədən saldırarlar. Baltamı zadımda çəkim. Saldırmayın lan. Neyse. Aradılar da dostlar. Neyse məncə bu qədər odun bəs eləyər. Mən yenə aclığım tez gedir. Hələ Bedrock'da oynadığım için dostlar canımda geç də olur. İndi gedək bunları pişirək. Biz də gedək biraz daşlar qıraq. Daha sonra isə yavaşdan köprüyü eləyək. Sonra ikinci mərtəbəyi də eləyək buranın. Sonra buraları şənləndirəcəkdik. Elə belə işlərimizi həll eləyərik. Mən burada bir dənə qal. Mən odunları çevirim hələ. Çox da çevirmək lazım deyil əslində. 30 dənə zad olsa. Hayır 36 olur. Bu qədər ona bəsdir. İndi əslində dostlar kənarları zadlarını belə bu taxta ilə kuş taxtası ilə belə bəzək eləyə bilərəm. Əslində elə bir eləyə bilərəm də elə bir fikrim var da. Ya da yox lazım. Biz buradakı dağı deyəsən ki çox dələcəyik. Neyse. Şimdi gedək. Şimdi buradan başlayaq. İşıq olmazsa da yenə də qazacam. Nə olarsa olsun qazacam. İşıq olmadı mı? O heç vecimizə deyil dostlar. Bizim amacımız sadəcə daş qazmaqdır. Çünki böyük bir köprü eləmək istəyirəm. Yəni elə o sizin belə o balaca düzəltilən köprülərdən istəmirəm eləmək. Dostlar bayaqları videonu açıb qoymuşam. Səhvliklə, yəni dayandıracam deyərkən səhvliklə açıb qoymuşam. Nəysə, yox. Yəni sizin ürəyiniz sıxılmamışdır inşallah. Neyse. Bax o qədər yer var. Mən nə tezgah tutdu.
oturdum indi. Ayda da. Bugün çok işimiz var ha dostlar. Belə bunlar. Neyse dostlar, onda mən bunları da qoyub gələcəm. Çünki bunlar çox ürək sıxıcıdır. Ya dostlar, köprüyü bitirdim. Yanlarına da indi çit qoyacağım. Əslində belə də getmək olar. İndi bu dəqiqə dostlar, normalda video zat çəkməsəydim, hardcore dünyam olsaydı elə belə qoyub gedərdim, amma indi bu dəqiqə hiylə eləməyəcəm. Çünki mənim öz hardcore dünyam deyil. Şişələr də pişib. Bunlar da götürək. Bələşə taxta. Bunlar da bağla. Bunları da incə şişəyə çevirək. 64 dənə olacaq. Düzdürmü? 60, tam 64. Geri qalanlarla da bundan eləyək. Sonra başqa nə eləyəcəkdik? Hə, bunları da oduna çevirəcəkdik. Belə. Ən birinci çoxlu çubuq. İndi çevir. İndi buradan da çoxlu çit eləyəcəm. Hər birisinə 3 dənə verir. Nəysə. Məsələn, 18 dənə verdi. Nəysə dostlar, onda mən orayı da bitirəm. Sonra gəlməliyəm deməli. Videonu yandırıram. Dostlar, indi 35 dənə odun topladım. İndi gedək evə crafting table'dan bunları oduna çevirək. Normal, sonra isə körpümüzü tamamlayaq. Əslində dostlar, görünür ki, o birisi bölmə qaldı. Çiftlik, zat, belə tarla. Yəni, onları çatdıramayacağım. Bir yoxda dostlar, onları da tay o birisi bölümə çatdırarıq. İndi bunları oduna çevirək. İndi deyə bilərsiniz ki, niyə eləmirsən gedib. O bir dəqiqə. Hər şeylə dişcə çıtlar sayısı artır. Nəysə. İndi deyə bilərsiniz ki, niyə gedib eləmirsən. Buna nə deyirdilər? Hə. Baxın, burada eləmirsən. Dostlar, burada çit zad eləmək olmur. Eləmək olursa da mənə deyə bilərsiniz. Yəni, Minecraft editor gəlin. Əslində, kəşki biraz çox yığardım. Dəmir baltanın da dostlar, gücünə baxın. Bir dəqiqə, bu neçə blokluk oldu indi? Bir. Haydi də. Mən biraz geniş olsun istəyirdim axı. Nəysə, eybi yox. Genişlətərəm. Sıkıntı yox. İndi gedək. İndi ya da bitti də. İndi gedək. İndi dostlar, yenə videonu dayandırıb getməliyəm, odun toplamalıyam, amma biz bir təzədən bir dəmir balta eləyək. Təzə bir dənə, bir dəqiqə sandıqdan dəmir götürməliyəm. 7 dənəsindən 3 dənəsini götürürəm bir. Hoppa. İndi bunu da dəmir balta eləyəm. Sonra bu az qırılacaq dəmir balta ilə son dəfə belə işlətim. Belə gedim buralara belə şeyler koyun. Hatta bir tanesi şey gitti. Ziple.
Neyse bir yok. Belə. Aha, indi yataq. Sonra arxa mənzərə mənə görə qədər yaxşı deyil deyəcək. Bir dəqiqə dostlar, orada dağ var deyə mən buram şeydir, qatmanı ikiyə çıxartmaq istəyirəm. Evet, tam da qırıldı. Vaxtında qırıldığın üçün çox sağ ol. Arxadakı mənzərəyə baxın bir də. Düz demişəm də, arxadakı mənzərə heç də qəşəng deyil. Neyse dostlar, indi qalan odunlarımızla gedək biz bir ikinci mərtəbəyi eləməyə çalışaq. Bunları çevirək indi. Mərdivan eləmək olurmu? Neyse, bu qədər mərdivan elə bəs eləyər bizə. 15% də oldu ki, telefon. İndi buradan çıxaq. Sonra yerlərini, zətlərini dəyişdirəcəm dostlarım. Mən bu evi bəlkə genişlətdim. Heç bilmək olmaz mənim fikirlərimi dostlar. Haydi də bir çıx da çıx. İndi zəmini bəlkə buranı daşıyırıq. Yox, onda çöldən pis görsənər. Onda biz odunlarımızla da buranı eləyək. Hasar alanda dostlar canımız gedir, eyni zamanda da aclıq barımız da azalır, amma hasar almayanda aclıq barımız o qədər tez azalmıyor. Bayaqdandır heç yemək yeməmişəm çörək. İndi bunları da bu şəkildə qoyaq. Az qaldı dostlar. O bir şey orada toplayıb gəl. Dostlar, 26 dənəsini topladım. Mən biraz fikirləşdim, belə evimiz çox çirkin dayanır. Ona görə yanlarını belə quş taxtalarını eləyəcəm. Bir də evimizin çatısını qəşəngləşdirəcəm. Bir də biraz baxdım uzaqdan, qabaqlara da bir dənə pəncərə əkləsək qəşəng olar. İndi bura belə. Biz tərəfi çıxartmışıq. Neyse, indi biz yuxarı taxtalarımızı yavaşdan çevirək. Üst mərtəbəyi dostlar eləyəcəm. Belə altdakı əşyalarımızı, zətlərimizi yuxarı daşıyacağım. Ya da yox, üst mərtəbəyi dostlar şey eləyək onda, belə. Nə deyirəm? Sandıq odası. Sandıq otağı. Nə deyirsə də. Elə eləyək. İndi elə. Siyah. İndi üstü bağlayaq. Lan dostlar, hasar aldım. O dəqiqə şeydi, aclıq barım da getdi. Neyse, yeyək.
Üst tavanı o qədər də şey eləmək lazım deyil. Böyük. Onsuz da sandıq otağıdır da, yəni. Nə o qədər şey eləmək lazım olacaq ki. Olan taxtalarla onda belə eləyək. Olan taxtalarla gələn şey eləyək onda. Sandıq eləyək. Geri qalan dolmayan yerlərə də şey eləyərik. Ona nə deyirlər? Hə, pəncərə qoyarıq. Mən nə qədər ona nə deyirlər, ona nə deyirlər demişəm. Nəysə, 7 dənə. Nə az? Heç də çox deyil dostlar. Nəysə, bu altdakı qalsın, onsuz da içində çoxlu əşyalarım var. Həm də ki, altda qalsın da bu da. Yəni, altda da bir dənə sandığımız olsun. İndi üstə çıxacaq deyirik, ha. Onda dostlar, bir dənə də bura qoyuram. Bir də bunun belə üstünə. Onda üstüyə dostlar, mən bu sandıqlarla keçirəcəm. Olsa dostlar, o qədər mən belə kasını adam deyirəm ki, Minecraftda. Sadəcə və sadəcə elə belə şey eləyirəm. Nəsə toplayıram yalandan. Yəni o qədər. İndi bunları da koyduktan sonra bir qaldı yan tərəfə qoymaq pəncərə. Bu hardan gəldi? Hə. Neysə, indi burada belə bu şəkildə qoyaq. Olsun, bitsin. Əslində dostlar, altdakı mərtəbəyi qoymaq istəyirdim. Altdakı mərtəbəyə sandıq otağı eləmək istəyirdim, amma fikrimi dəyişdirdim. Hə. İndi dostlar, sağ olun. O birisi bölümdə isə dostlar, tarlaza da eləyəcəyik, bir də çiftlik eləyəcəyik. Abunə olub, like atmayı yaddan çıxartmayın. Abunə olub, like atsanız çox sevinərəm. Sağ olun. Bye bye. Goodbye.